Salam dəyərli izləyicilər, 14 yaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə həbs edilib. Beyləqan rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 17 yaşlı Quluzadə həbs edilib və Qafqazinfonun əldə etdiyi məlumata görə Quluzadə Cinayət Məcəlləsinin 152.1-ci 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə təqsirli bilinib. Rayon məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib və istintaq müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalında həbs edilib. Bildirilib ki, hadisə rayonun kəndlərindən birində baş verib və Quluzadə sosial şəbəkə vasitəsilə tanış olduğu məktəbli qızla onların evinin yaxınlığında görüşərək əxlaqsız hərəkətlər edib. Hadisənin üstü açılandan sonra yeniyetmə qız evdən qaçaraq Bakıya gəlib. O, paytaxta gəldikdən sonra köməksiz vəziyyətdə olduğunu hiss edərək 20 yanvar metro stansiyası yaxınlığındakı gözəllik salonuna daxil olub. Salonun sahibi olan qadın oraya gələn qızın evdən qaçdığını öyrəndikdən sonra onu öz maşını ilə Beyləqana apararaq ailəsinə təhvil verib. Bundan sonra yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş oğlan barəsində polis tərəfindən cinayət işi açılıb.